Bağçadan qovulmuşam ya. Uşaqlıq travma var. Bağça 2 yaşım var, petuq. Bağçadan niyə qovulursan? Deyirəm ki, bağçanı yandırmışdım. Allah'ım olsun. Gəlin onunla danışım. Sizə çox Oğuz elindən hal-hazır info verirəm. Qulaq asırsınız? Denən hə. Denən hə. Hə denən. Denən hə. Hə. Denən hə. Denən hə. Deməli uşaqlar, mənə bağçaya qovublar. Çox dəxlis hiperaktiv uşaq olmuşam, indi də hiperaktivəm. Çox hiperaktiv idim, evdəkilər bezmişdi. Demişdi, bunun yaşayışı yoxdur, bunu zəhənnəm eləyib bağçaya, heç olmazsa bir neçə saatsa qalsın orada. Getdim bağçaya. Bağçada da həmişə yatmaq saati olanda yatmırdım. Yanında gözümü yumurdum, sonra uşaqları da durğuzurdum, durun falan filan, uşaqları əyləndirirdim. 2 gün, 3 gün, 4 gün falan filan neçə gün idi. Hədə 5-ci günüm zadım idi. Hər gün kreska verirdilər. Mən də kreskanın nə olduğunu bilmirdim. Qara plov deyirdim ona, qara aş deyirdim. Dedim, bezdim, mənə qara aş verməyin. Allah'ın da olsun. Deyirən hə. Dedilər, yox, yesən də budur, yeməsən də budur. Dedim, məhəccün. Məhəccün. Dedi, hə. Dedim, yaxşı amına koyun. Belə kreskanı gətirdi. Allah, günahımdan keç. Kreskanı ilə itələdim, dağıtdım. Dedim, hə. Təmin cüd. Baya düşdün. Kreskanı dağıtdım. Dedilər, getdin şeyə. Sən getdin blokasit. Hə, get yat. Camaat yemək yiyir, məni yatızdırıb. Oy, biləməyə saxlamaq olar. Dedim, yaxşı aminim, yaxşı. Getdim, yatdım. Yatmadım daha doğrusu. Bir gözüm belədir. Nəysə, hamının yatma saati gəldi. Xalalar, zatlar getdi ora. Getdim kuxnaya. Allah, bu boyda yeməyi var, yoxlara. Bu boyda. Getdim kuxnaya. Kuxnada bir dənə yandırqalka var idi. Zajqalka. Dedim, sizin başınızı. Götürdüm, pərdələri yandırdım. Pərdə yandı, şey var idi, şey, viu. Səslər zatlar gəldi, bağça yandı. Dedim, məamınızda bıçqa. Heç nə, evdəkiləri zaten sayırdılar, dedilər, bunu cəhənnəm, bu adam deyir, Quramın cəhənnəm eləyin. Heç nə, evdəkilər güldü, heç nələmədilər. Dedilər, sənin yaşayışın yoxdur bana. Heç ona görə bağçadan qovuldum. Buna görə bağçadan qovarlar adam. Mən deyiləm, sənsən. Sən deyilsən başqası. Buna görə adamı bağçadan qovarlar. Hə? 1-ci sinifdən də qovulmuşam. Nədir, qızın dodağından öpmüşəm.